Azərbaycanın tarixi sərhədləri haradır? Bu sərhədlər daxilində bizim real tarixi toplumumuz olubmu? Yoxsa biz həqiqətən Coca-Cola'dan daha gəncik? Bu suala cavab tapmaq üçün xalqın ən qədim toplum yaddaşı olan eposlarımıza müraciət edək. Bir xalqın dastanları onun keçmişinin aynasıdır və özlüyündə həqiqətlər daşıyır. Atalarımızın dastanları uşaqların yatması üçün oxunan nağıllar deyil, xalqımızın keçmişinə tutulan bir işıqdır. Bir sözlə epos və dastanlar xalqın mənəvi və fiziki yaddaşını əks etdirir, onun kimliyini ortaya qoyur. Bu mənada Azərbaycan xalq dastanları milli kimliyimizin əsas sənədidir. Kitabi Dədə Qorqud dastanlarında bəhs olunan hadisələrin 5-11-ci əsrlərdə, bəzilərinin isə hətta daha əvvəllərdə baş verildiyi ehtimal olunur. Dastan yalnız ədəbi nümunə deyil, bu əsər həm də tariximizin, soy kökümüzün, məskənimizin müəyyənləşdirilməsində mötəbər qaynaqlardan biridir. Dastanda təsvir olunan hadisələr Xanlar xanı Bayandır xanın başçılıq etdiyi 24 sancağı birləşdirən Oğuz dövlətində cərəyan edir. Dastanla bağlı bəzi mənbələrdə Orta Asiyadan bəhs olunsa da, Dədə Qorqud dastanının boylarındakı hadisələr əsasən Qafqazın cənub ətəkləri və bütövlükdə Azərbaycanın coğrafi ərazilərində cərəyan edir. Hadisələr Kür-Araz düzənliyində, Şərur mahalında, Əlincəqala qoruqlarında, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qaradağda, Köksədağda, Boyatda və digər Oğuz türklərinin yerləşdiyi ərazilərdə baş verir. Bu yer adları Naxçıvan ərazisində, Araz üstündə Zəngilan, Göyçə mahalı, Ağcabədi, Şəmkir, Şirvan, Şəki, Abşeron torpağında bu gün belə mövcuddur. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun girişində kafir sərhədi adlandırılan Cızıqlar, Ağlağan, Göyçə, dağ adları Anadolu və Qafqazda yerləşir. Məsələn, araşdırmaçılar Ağlağanın qərbi Azərbaycanda Boz Abdal silsiləsində yerləşən dağ olduğunu qeyd edir. Cızıqlar isə Ağlağanın qərbində yerləşir. Burada vaxtilə Cızıqlar qalası və eyni adlı kənd olub. Tədqiqatçı Səfəralı Babayev boyu təhlil edərkən qeyd edir ki, Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boyda Qazanın Ağcaqala, Sürməlidə at oynatdım ifadəsi keçir. Bu ifadə əraziyə tam hakim olmaq demək idi və həmin ərazilər Qərbi Azərbaycanda yerləşirdi. Dastanın Salur Qazanın evinin yağmalanması boyunda deyilir. Qazanbək ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun təxtində yeni evini dikdi. Burada qeyd olunan Altun təxt Qərbi Azərbaycanda yaşayış məntəqəsidir. 20-ci əsrin 20-ci illərində yaşamış Şərif Şikəsti adlı şair Dedilər şeirində Altuntaxt yaşayış məntəqəsinin adını çəkir və Altuntaxt kəndinin xarabalığa çevrilməsindən yana-yana bəhs edir. Bu sifət ilə görən olmuşmu Altuntaxtı, boşalıb yurdu, qara yazılıbdır baxdı, ağlaram yadıma düşdükcə o keçmiş vaxtı, ol səbəbdəndir mənə didəsi giryan dedilər. Professor Bayramlı Altuntaxtın İrəvan xanlığının Göyçə mahalında kənd olduğunu yazır. 20-ci əsrdə yaradılan yeni inzibati ərazi bölgüsünə əsasən İrəvan quberniyasının Yeni Bəyazit qazasına, keçmiş Kəvər rayonu, indiki Geğarkunik vilayəti ərazisinə daxil olmuşdu. Farıq Sümerin Oğuzlar kitabında, Kitabi Dədə Qorqud dastanında Oğuzlara düşmən olan 9 kafir bəydən ikisi Arşın oğlu Dirək Təkür, Qaradəniz sahilində Düzmürt qalasının, Qara Təkür isə Əlincə qalasının bəyi idi. Qanlı Qoca oğlu Qanturalı boyunda da Təkürün adı bir neçə yerdə çəkilir. Bu boydakı Təkür Trabzonun Düzmürt qalasının bəyidir. Dədə Qorqud dastanında vətənimizin daha bir coğrafi sərhədi olan qədim Dərbənd şəhəri də qeyd olunur. Dərbəndnamə həmçinin Evliya Çələbinin səyahətnamə əsərində, Alman səyyahı Adam Olyarinin qeydlərində Dədə Qorqudun, Qazan xanın, Burla xatunun tarixi şəxsiyyət olduğu, onların qəbirlərinin Dərbənd qəbristanlığında bu günə qədər qaldığı təsdiq edilir. Və beləliklə Kitabi Dədə Qorquddakı sərhədləri Dəmir qapı Dərbənddən Göyçəyə, Həlinizdən Anadoluya qədərki torpaqlar, yəni bugün tarixi Azərbaycan torpaqları dediyimiz ərazilər əhatə eləyirdi. Bir başqa versiyada isə dədənin məzarının Beşbərmək dağının həndəvərində olduğu deyilir. Həmin xatirələrdə Olyari Dədə Qorqudun məzarı ətrafında məskən salan kəndin cəmaatı ilə söhbətini təqdim edir. Nəticə etibarilə orta əsr mənbələri Dədə Qorqudu tarixi dini şəxsiyyət olaraq təqdim edir. Dədə Qorqud dastanında keçən Afşar, Bayandur, Bican, Dündar, Qaraman, Qacar, Səlcuq, Salur adları bu gün də Azərbaycanda şəxs və yer adları olaraq qalır və işlənir.
Kitab ilə də Qorqud dastanında Xoy, Salmas, Ərdəbil kimi tarixi Azərbaycan torpaqlarının adı keçir və bura Oğuz igidlərinin yurdu kimi qeyd olunur. Növbəti videomuzda xalq dastanlarındakı inanclara toxunacağıq. Əgər bizə dəstək olmaq istəyirsinizsə videonu bəyənib, rəy yazıb, kanala abunə olmağı unutmayın. Təşəkkürlər.